Azərbaycanda fiqhi məzhəblərlə yanaşı, deməli, təsəvvüf təriqətləri də mövcud olmuşdur. İndi bəzilərini hətta tədqiqatçılarımız İslam yönümdən izah edəndə ifrat təriqətlər sırasına yazıblar filan. Məsələn, Səfəvi təriqəti bildiyimiz kimi Hürufilik, İmadəddin Nəsiminin deməli təmsil olunduğu təriqət olmuşdur. Hətta Seyyid Yusif Şirvaninin Xəlvətiyyə bəli. Yəni bunlardan hal-hazırda bunların nə davamçısı, nə bir təmsilçisi qalmamışdı. Lakin biz son dövrlərdə deməli ölkəmizdəki təriqətlər, məzhəblər arasında belə deyək, əcnəbi necə adlandırmaq olarsa, yəni qıraqdan gəlmə, yeni adlarla təmsil olunan təriqətlər görürük. Sizcə elə bu köhnə təriqətlərin özünü bir növü biz dirildə bilmərikmi? Bunları yaşada bilmərikmi? Təbii ki, bunlar yaşayırlar öz məsələn, funksiyalarını tarixi mənbələrdə. Amma təmsilçilərinlə, belə deyək, canlı olaraq onlar yaşamırlar. Siz bunu necə deyirəniz? Aydındır, Tural bəy, çox önəmli məsələdir. Əvvəla fəxr eləməliyik ki, həmişə Osmanlı, Orta Asiya təsavvüfündən öyünmüşük, Osmanlıdakı yaşanan möhtəşəm İslamla öyünmüşük. Amma Azərbaycan tarixən təsavvüfün elə vətəni Azərbaycan olubdur. Gerçək İslamın vətəni bu. Bildiyimiz və bilmədiyimiz o qədər övliyalar, o qədər təriqətlər var ki, elə başda da o bu günümüzə adı gəlib çıxan bayaq siz dedikləriniz. Həmçinin bu gün bəli, başqa ölkələrdən mi deyim, suni yaradılmış mı deyim, təriqətlər gəlib çıxıb. Qaldı ki, deyirsiniz, məsəl üçün, xəlvətiliyi təzədən dirildə bilərikmi? Bu bir təşkilat deyil ki, bu bir siyasi partiya deyil ki, bunun təmsilçiləri olsun, onu təmsil eləsin. Zaten gerçək İslamı, təsavvufu yaşayan adam elə o təriqətin təmsilçiləridir. Onun üçün Cənab Haqq tam 12 ayəsində bizim üzərimizə fərz buyurur ki, övliyaların yaşadığı o bir yaxşı məsələ var, ərmişlərin. Ərmişlər nədir? Ruhumuzun Allahda yoxa çıxıb fəna olması. Bizim üzərimizə düşən, indi ömür gedir ki, sən xəlvətlik təriqətini araşdır, onların kitabını araşdır. Onları bilməyiniz gözəldir, tarix olaraq bu öz yerində. Amma, məsəl üçün, Seyyid Yahya Bəquvini mən özümə mürşid tutum, onu xəlvətlik təriqətini yaşadım, ölmüş mürşidə gərək olsaydı, elə Peyğəmbər əleyhissalam, Əfəndimiz kainatın ən böyük mürşidi idi. Bizə düşən odur ki, bu günümüzdə biz özümüz Allaha ruhumuzun qovuşturmağını diləyək qəlbən. Loru dildə deyək, Allaha təslim olmağı, ona dost olmağı diləyək, Allahın fərzini yerinə yetirək, bunu yaşayaq. Biz təbii olaraq, belə deyək, avtomatik olaraq elə o xəlvətliyi yaşayanıq. Çünki bunu canlı yaşamasan, o kitabların sənə heç bir faydası da olmaz. Təəssüf ki, bugün təsavvuf elə o kitablardan yaşanıb, öyrənirlər, elə bilirlər, o deyil. Təsavvuf bir yaşantı halıdır. Təsavvuf bir mutluluq halıdır. Təsavvuf Quranın bütövünün yaşanması halıdır. Aydındır.